Salam, hər vaxtınız xeyir. Gəlin birlikdə qəbul imtahanı modelinə uyğun DİM 20 sınaqdan 4-cü sınağın suallarına baxaq birlikdə. Deməli, birinci sualda sadə zərfin işləndiyi nümunəni müəyyən edin deyir bizə. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Burada sadə zərf yoxdur. A-nı çıxdıq. Sinfimiz bayram sayağı bəzədilmişdi. İndi burada bayram sayağı bir çox şagirdi çaşdıra bilər, amma sizə deyim ki, bayram sayağı mürəkkəb zərf götürülür. Yəni bunu bir yerə qeyd edib mürəkkəb zərf kimi götürəcəksiniz. Ona görə sadə zərf yoxdur burada. Sırağa günkü hadisə məni narahat elədi. Burada isə sadəcə sizə sırağa gün versə, bəli götürərdiniz. Amma burada 2+4, yəni 2, 2, 2 şəkilçisi var. Hansı ki, sifət düzəldən şəkilçidir bu. Yəni burada leksik şəkilçi var. Siz bunu sadə zərf götürə bilmərsiniz. Nəinki zərf? Zərf deyil heç. Ona görə C variantını çıxdıq. Axşamüstü Bakıya bax doyunca, ulduzlarım yanır sahil boyunca. Burada axşamüstü mürəkkəbdir. D variantında çıxdıq. E-də bəri gəl, aslanım oğul, bəri sözü, bəli, sadə zərf kimi götürə bilərsiniz. Cavabımız olur E variantı. 2. Feillərdən birini qayıdış növdə işlətmək olar. Aha, indi bu tipli suallarda əgər sadəcə sözü veribsə, çalışın cümlələrdə işlədin. Çünki şəkilçilər var, məsələn, hamısında ıl şəkilçisi var. Mən bunun belə deyim də mənasına görə tapa bilərəm. Bunun üçün də cümlədə işlətməliyəm. Məsələn, atılmaq sözünü qayıdış növdə işlədə bilərəm. Yəni məsələn, deyək ki, əsgər irəli atıldı. Hə, bu zaman qayıdışda əsgər öz-özünə atılır da, qayıdışda olur. Bəli, məhculda da ola bilər. Məsələn, güllə atıldı, kimsə tərəfindən atılır. Yəni hər tərəfli düşünməyə çalışın. Atıldı sözünü məhculda da və qayıdışda da istifadə edə bilərsiniz. Baxın, mən hər iki cümləni sizə nümunə olaraq dedim. Siz də bu şəkildə cümlələrdə işlədərək tapa bilərsiniz. Ona görə A variantını götürə bilərik qayıdış növdə. Yenə deyirəm, əsgər irəli atıldı. Burada artıq qayıdış növ olur, çünki işi öz üzərində görür. Bu şəkilçilərdən 3-ə baxıram. Birinin artırıldığı ifadə səbəb məzmununu bildirə bilər. Aha, səbəb məzmununu bildirə bilən ıb şəkilçisidir. Məsələn, o qorxub qaçdı. Niyə qaçmağın səbəbi nədir? Burada bir səbəb var. Ona görə də ıb şəkilçisi, feili bağlama şəkilçisi ıb səbəb məzmununu bildirə bilər. Daha sonra 4-cü sualda deyir, indiki zamanda olan feil inkarlıq şəkilçisi qəbul etdikdə inkarlıq şəkilçisinin saiti düşür. Bəli, məsələn, gəlir sözünə inkarlıq artıranda, baxın, gəlir sözünü inkarlıq artıranda gəlmir olur. Yəni, bu hal bir qeyri-qəti gələcək zamanda olur, bir indiki zamanda olur. Gəl sözün kökü m, inkar, ir isə indiki zaman. İndi deyək ki, bu qayda hansı nümunədə pozulmuşdur? Yəni, orada mamənin saiti düşməsin deyir. Gəlin baxaq, bilsinlər ki, alçaqsan, zalımsan, yaman, əl çəkmirsən. Baxın, mir var burada. A-nı çıxdım. Burada da var, görürsünüz, uyğundur, mir. Yəni, m orada inkardır. Baxın, qeyd eləmişəm, ir zamandır. Amma bir dənə C variantına fikir verin. Burada mamənin saiti düşməyibdir. Yəni, bu qayda pozulubdur. Sizdən sadəcə bunu istəyir. Ona görə cavab olaraq C variantını götürə bilərsiniz. 5-ci sualda zərf işlənən nümunəni müəyyən edin deyir. Təsadüf qəribə işlər görürmüş. Bir səhər bir eşqin əvvəli imiş. Təsadüf, nə təsadüf? Yəni, burada təsadüfən desəydi götürərdiniz, amma təsadüf sözüdür, başqa da yoxdur. Vurğunam hüsnünə, mən xeyli zamandır Qarabağ. Əgər xeylini götürmək istəsəz, zərf deyil, yanında isim gəlib. Məsələn, xeyli danışmaq, xeyli yemək desə, hə, ola bilərdi. Ona görə götürmürük B-ni. Küçədən toy keçir bu axşam yenə. Bəli, burada var nə zaman? Bu axşam. Ona görə C variantını götürə bilərik. 6-da nümunələr içərisində fərqləndirilmiş hissə feilin şərt şəklinin şəkilçisidir. Aha, deməli, şərt şəklinin şəkilçisi sasədir də, bunu bilirik, düzdür? Sasə isənin qısaldılmış forması
İsənin qısaldılmış forması sasə ilə qarışdırıla bilər. İndi bunu necə ayırd eləməlisiniz? Mən sizə qısa bir qayda deyim. Əgər sözün kökünə və yaxud da başlanğıc formasına artırılırsa, deməli sasə şərt şəklidir. Yox, əgər zamanlardan, feilin şəkillərindən sonra artırılırsa, isə hissəciyidir. Gəlin indi mən bir-bir variantlarda sizə bunu izah edeyim. Baxın, yaz, yazıl, maz sözü m, azsa, yəni m orada inkardır. Bayaq dedim ya, qeyri-qəti gələcək zamanda mamənin a-əsi düşür, saiti düşür. Orada az, yəni qeyri-qəti gələcək zamandır. Sonra sasə gəlir, düzdür? İndi zamandan sonra gəlibsə, biz bunu isə götürəcəyik. Yəni burada sasə isədir. Baxın, yenə deyirəm, bir var şərt şəkli, bura şərt yazım. Bir də var isənin qısaldılmış forması. İndi burada isənin qısaldılmış forması sasədir. Yaz sözün kökü yazmamışam, sarf. Fikir verin, mamə inkardır. Mış nədir? Zamandır. Zamandan sonra hələ şəxs sonluğu gəlib, ən sonda sasə gəlib, yenə isə hissəciyidir. Yazmalıyamsa, yaz sözün köküdür. Malı məli vacib şəklidir, yenə şəxs sonluğu və sonda gəlib, yenə isə hissəciyidir. Yaz sözün kökü ıl, leksik, ma, inkar, sa şəkilcisi var. İndi sözün dedik ya başlanğıcına, ya da ki kökünə qoşulmalıdır, düzdür? Ola bilər ki, bir halda inkar gəlsin ondan qabaq. Yəni inkar gələndə olar. Sadəcə zamanlardan və feilin şəkillərindən sonra gələndə isə olur. Fikir verin, burada zaman var, yoxdur. Feilin hər hansı bir şəkli var, yoxdur. Yəni sadəcə bir dənə inkar var, o da ola bilər, qəbul edilir. Ona görə mən burada deyə bilərəm ki, bəli, burada nədir? Feilin şərt şəklinin şəkilçisidir. Cavabımız olur D variantı. Daha sonra 7-ci sualda deyir ki, arzu şəklində olan feillərlə işlənə bilən köməkçi nitq hissələrinin sırasında verilə bilməz. Deməli, arzu şəklində olan feillərlə işlənən köməkçi nitq hissəsi arzu ədatları olar da, düzdür? İndi burada da kaş, barı, gərək, təki hamısı arzu ədatıdır. Bir dənə E variantı əmr ədatı olduğu üçün götürmürük. Cavab olur E variantı. 8-ci nümunədə deyir, nümunədəki feillərlə bağlı fikirlərdən biri yanlışdır. Aha, indi deyir, qırılar könlüm telləri, qəmli görsən bu elləri, Qarabağın bülbülləri, qəmli-qəmli gəl ötməsən. A variantında 3 feil işlənmişdir. Gəlin baxaq, deməli qırılar, görsəm, bir də ötmə. Yəni burada gəl sözünü götürmürük, çünki orada o ədatdır. Yəni əgər cümlədə əsas feiliniz varsa, məsələn burada əsas feilim ötmə var. Ona görə gəl burada ədatdır. Belə şeylərə diqqət eləyək. Deməli A düzdür, A-nı götürmürük. Feillər quruluş isə düzəltmə və sadədir. Deməli qır, qırılmaq, bəli, düzəltmədir. Digərləri sadədir. Görsən və ya ötmə, bu da düzdür. Bir məhcul növdədir. Qırılar könlüm telləri. Bunu məhculda götürə bilmərək, axı kimsə qırmır axı. Yəni könlüm telləri qayıdış ola bilər. Görsən və ötmə isə məlum növdədir. Burada məhcul növdə yoxdur. Ona görə də elə bizim cavabımız olur C variantı, səhv olan. Feillər 3 müxtəlif şəkildə işlənmişdir. Ötmə əmirdədir, görsəm şərtdir. Qırılar isə ar-ər var orada. Zaman şəkilçisi xəbər şəklindədir. Bunu da düz deyir. Feillərdən biri sadə cümlənin xəbəri kimi çıxış edə bilmir. Aha, bu nə deməkdir? Baxın, feilin şərt şəklində olan sözlər heç vaxt sonunda o sözləri nöqtə qoya bilmirsiniz də. Fikir verin, həmişə bir vergül qoyursunuz. Yəni sadə cümlənin xəbəri ola bilmir. O mürəkkəb cümlədə işlədilir həmişə. Bəli, burada da şərt şəkli var. Yəni burada onu nəzərdə tutur. Cavabımız olur C variantı, eyni də çıxanda. 9. Cədvəldə hansı sözlərin yeri dəyişdirilsə, uyğunluq bərpa olunar deyir. Aha, deməli, qarşılıq növ verib, bir də birgəlik növ verib. Dəyişmək qarşılıqdır. Tamam, bu düzdür. Gülüşmək, yox, gülüşmək birgəlikdir. Gülüşəndə
qabaq-qabaq olmur, hamı birdən. Ona görə 2 bu tərəfdə olmalıdır. Qucaqlaşmaq, bəli, bu da qarşılıq növdə ola bilər, düzdür. Yığışmaq bircəlik növdür, düz deyir. Anlaşmaq yox, 5 də bu tərəfdə olmalıdır. Baxın, ona görə qaçışmaq da bircəlik növdür, bəli. Deməli 2 və 5-in yeri dəyişdirilməlidir. Cavabımız olur C variantı. Daha sonra, onda deyir ki, məhcul növdə işlənmiş fe'l olsun, məhcul növdə. Təbiət öz yaşıl donunu geyindi. Məhcul deyil, təbiət işi öz üzərində görür. Ona görə A variantını çıxıram. B variantında anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim, doğransam da dilim. İndi deməli burada anladım var, məlumdadır. Çıxmaz var, məlumdadır. Amma burada doğransam, doğramaq, doğranmaq n şəkilçisi və kimsə tərəfindən doğranmaqdır. Dilim deyir, doğransam da bunu məhculda götürə bilərəm. Ona görə B variantı doğru cavabdır. Daha sonra 11-ci sualda deyir ki, cümlələrdəki fe'llərin qrammatik məna növlərinə əsasən cədvəldə rəqəmlərin düzgün ardıcıllığını müəyyən edin. Aha, deməli, gəlin bir-bir baxaq. Hamı hadisə baş verən yerə toplaşdı. İndi bu hamı toplaşır, toplamaq, toplaşmaq. Bu yəqin ki, bircəlik növü olar. Ona görə 1-i yazıram bura. Ölkəmizdə yaşlılara hörmət edilir. Deməli, hörmət edilmək, hörmət et. Kimə hörmət edilir, kimə? Görürsüz, bir növdə əgər tapa bilirsinizsə, mən sizə bir şey də deyim, təsirsizdən təsirsiz düzəlibsə, bu şəxsiz növdür və hörmət edilir. Kim, nə? Mübtədə yoxdur ki, cümlədə yoxdur. Ona görə də mən bunu 2-yə, yəni 2-ni şəxsiz növə yazıram. Maşın turistləri dağın başına qaldırdı. Deməli, qaldırdı. Burada qaldırdı nə maşın. Mübtədamız var və burada hər hansı bir, yəni d-rı əgər icbar götürürsünüzsə, xeyr, icbar mənası odur ki, işi bir başqasına gördürsün. Burada maşın qaldırır. Bu məlum növə gedəcək. Ona görə məlum növə 3 yazıram. Daha sonra Səlma ana məktubu mollaya oxutdu. Aha, baxın, oxut. Yəni işi kiməsə gördürür, özü eləmir. Səlma ana oxutdurur məktubu mollaya icbar növdür. 4-ü yazıram bura. Məktəbimiz yuxarılar tərəfindən yoxlanıldı. Bəli, kimsə tərəfindən yoxlanılırdı, amma biz bilmirik, məhculdur. Ona görə 5-i də yazıram bura. Doğru cavabımız 3, 5, 2, 4, 1. Yəni B variantı doğru cavab olur. Daha sonra 12. Hansı cümlədə olmaq sözü mürəkkəb fe'lin tərkib hissəsi kimi işlənməmişdir? Aha, qəşəng bir sualdır. Baxın, olmaq sözü müstəqil şəkildə də xəbər ola bilər. Bir də var ki, mürəkkəb fe'lin tərkibi ola bilər. Kömək etmək, yaxşı olmaq, peşman olmaq, bu zaman mürəkkəb fe'lin tərkibi olur. Bəs nə zaman ayrıca götürə bilərik desəniz, sual versəniz mənə, əgər bir yerdə yaşamaq, bir yerdə var olmaq mənasında işlənirsə, bu zaman müstəqil şəkildə sözdür. Gəlin indi baxaq. Əmim ki, kənddə olur. Aha, elə baxın cavabımız da budur. Bir dənə fikir verin, kənddə yaşayır. Görürsüz, yaşamaq mənasındadır. Ona görə burada olur sözü müstəqil fe'ldir. Amma daxil olmaq, peşman olmaq, xarab olmaq, müəllim olmaq, bunların hamısı birlikdə mürəkkəb fe'l gedir. Ona görə də cavabımız olur A variantı. 13-də deyir ki, mürəkkəb zaman zərfi işlənən nümunələrdən birində təsniflənən fe'l əmr şəklindədir. Aha, baxın, mürəkkəb zaman zərf işlənsin. Bir şərtimiz budur. Digər şərtimiz təsniflənən fe'l əmr şəklində olsun. İkinci şərtimiz də budur. Gəlin baxaq. Şah yanına bir çuğul səhər tezdən qaçardı. Ay, gün açmayan sirri o əlüstü açardı. Burada əmr şəklində bir fe'l gördüm mən. Yox, açardı, qaçardı, anı çıxdı. Gecə yatmayıb, aydan dolanmağı öyrənən, səhərdən hər ürəyə boylanmağı öyrənər. Deməli,
Heç burada da əmir şəklində bir şey yoxdur. Öyrənər, yatmayı, bunlar əmir deyil. Axşamüstü qoy uzaqdan havalansın xanın səsi, Qarabağın şikəst səsidir. Burada mürəkkəb zaman zərfi var. Axşamüstü, düzdür? Qoy uzaqdan havalansın. Əmir eləyir, bəli. Təsviflənən fe'ilimizdə əmir şəkildə elə cavabımız olur. C variantı doğru cavab olur. 14-cü sualda deyir ki, nümunələrdən birində düzəltmə feil işlənməmişdi. Tamam. Elə bil dağsan ki, vüqar yaraşır. Burada var. Yaramaqdan yaraşmaq düzəlir. Yəni düzəltmə feildir. Ona görə biz bunu nə edirik? Götürmürük. B variantında dözür hər əzaba o bilə-bilə, yaşayır sirrini salmadan dilə. Yaşa. Bəli, burada B variantında da var. C variantında sən elə işıqsan, görənlər çaşır. Burada görən sadədir, çaşmaq sadədir. Bəli, burada düzəltmə yoxdur da. Elə C variantını götürə bilərik. D-də ağla, ağlat, t var orada leksik. E-də harda əcdadımın ayaq izi var. Bir nəfər bayrağı, bir zəfər bayrağı, bu zəfər bayrağım orada dikəlsin. Dikəlmək, bəli, burada da var. Cavabımız olur elə C variantı. Daha sonra 15-ci sualda deyir idi, imiş isə köməkçi sözləri üçün ortaq fikir sayıla bilməz. İdi, imişlə üçün ortaq olmasın. Həm adlara, həm feillərə qoşula bilir. Bəli, adlara və feillərə qoşula bilir hər üçü. Sözlərə ayrı da yazılır bitişikdə, bu da düzdür. Feilin əmr şəklinə artırılmır. Bəli, isə əmr arzu şərt şəklinə artırılmır. İdi, imiş isə əmr və şuhidi keçmiş zamanı artırılmır. C də düzdür. Özlərindən əvvəl leksik şəkilçi işlənə bilər. Bəli, düzəltmə sözə qoşula bilər də. D də düzdür. Hər üçü şəxs sonluqlarından sonra işlənir. İsə şəxs sonluqlarından sonra işlənir. Digərlərində aid deyil. Ona görə ortaq fikir sayıla bilməz. Cavabımız olur deməli E variantı ortaq deyil. Daha sonra 16-cı sualda məsdərə aid xüsusiyyətlərdən biri yanlışdır. Hərəkətin adını bildirir. Bəli, hərəkətin adını bildirir məsdərdir də. Hara sualına cavab verə bilmir. Bəli, ismin kim və hara sualına cavab verə bilmir. Nə sualına cavab verir. Söz birləşməsinin əsas və aslı tərəfi ola bilir. Bəli, deməli əsaslı ola bilər, aslı da ola bilər. Məsələn, oxumaq həvəsi, görürsüz burada bir aslı tərəfdir. Mənim oxumağım əsas tərəfdir. Ona görə C variantını da çıxdıq. Bütün cümlə üzvləri kimi çıxış edə bilir. Xeyr, elə səhv budur. Bütün cümlə üzvləri kimi çıxış edə bilmir. Mənsubiyyətə görə də dəyişir. Cavabımız olur D. Daha sonra 17-də deyir ki, keçmiş zaman mənalı feili sifətin işləndiyi nümunəni müəyyən edin. İndi biz bilirik ki, feili sifət şəkilçiləri zaman məzmununu bildirə bilər. Keçmiş zaman məzmununu bildirən bir mışdı, bir də dıq üstə gələn mənsubiyyətdir. Yəni dığın, digin bu şəkilçidir. İndi burada da hansı var? Bir dənə aldığım qazet E variantı var. Baxın, asıdır, acaqdır, malıdır. Bunlar gələcək zaman məzmununu bildirir. An-ən isə indiki zaman məzmununu bildirir. Ona görə 17-də cavabımız oldu E variantı. 18-də hansı söz həm düzəltmə zərf, həm də çıxışlıq hal şəkilçili söz kimi işlənə bilmir? Tamam, baxaq görək. Biz bilirik ki, dandan şəkilçisi həm leksik şəkilçisi ola bilir, zərf düzəldir, həm də hal şəkilçisi ola bilir. İndi A variantında çoxdan zərf ola bilir və hal şəkilçili söz. Baxın, isim demir ha, söz deyir. Bəli, ola bilər. Məsələn, say olsun, hal şəkilçisi qəbul eləsin də. Yəni burada bir problem yoxdur. Birdən zərf də ola bilir, düzəltmə zərf birdən içəri girdi. Bir də var sayın üzərinə hal şəkilçisi ola bilər. Ürəkdən sözü, bəli, bu da ürəkdən danışdı. Necə, nə tərzdə zərf ola bilir. Bir də ki, deməli isim üstə gərək hal şəkilçisi ola bilər. Ucadan da eyni şəkildə zərf də ola bilir, hal şəkilçisidir. Amma azdan sözü sadəcə say üzərinə hal şəkilçisi kimi qəbul eləyə bilərik. Azdan deyə düzəltmə zərfimiz, yəni işlədə bilmərik. Ona görə cavabımız olur D variantı.
19 deyir ki, nümunələrdən birində feili bağlama işlənməmişdir. Aha, yamacında qaqqıldayıb yarışan, kəkliyin dəstəsi yadıma düşdü, işlənib ıb var. Durub dinlədiyim, bəli, burada da var. Neçə bahar gedib, neçə qış gedib, ömrüm günüm hədər gedib, boş gedib. İndi deyəcəksiniz müəllimə, burada da gedib var da, nə olsun ıb var. Amma cavabımız budur ki, burada feili bağlama işləməyib. İndi necə seçilir? Mən sizə qeyd edeyim. Deməli, ıb şəkilçisi olur, feili bağlama şəkilçisi də, ıb şəkilçisi olur, zaman şəkilçisi də. Düzdür? Bundan razılaşırıq. Bəli. İndi bunu necə seçirik? Baxın, feili bağlama şəkilçisi olduğu zaman zərfin sualına cavab verəcək. Zərfin sualına. Yox, əgər zaman şəkilçisi olarsa, bu zaman feilin sualına cavab verəcək. Neçə bahar gedib, nə edib? Gedib. Neçə qış gedib? Görürsünüz, burada feili bağlama şəkilçisi deyil, burada zaman şəkilçisidir. Amma yamacında qaqqıldayıb yarışan, burada nə edib yarışan demirik ki, necə də tərzdə yarışan, qaqqıldayıb yarışan. Yəni görürsüz, burada sual fərqli olur. Bu bir. İkincisi də yadınızda saxlayın, feili bağlamada durğu işarəsi qoyulmur əgər sadalama yoxdursa. Amma zaman şəkilçisi olduğu zaman durğu işarəsi vergüldür, nöqtədir qoyula bilər. Ona görə cavabımız C-dir. Qonub Cəbrayılın xan çinarına, şeydə bülbül kimi ötmək istərəm. Qonub, görürsünüz, nə edib ötmək istəyirəm demək düz çıxmır. Göy qurşağına baxıb sevinirdi. Yəni burada da görürsüz, sevinirdi. Əsas feilimiz nə edirdi, amma baxıb nə edib demirik burada. Zərfin sualına cavab verir. Cavabımız olur elə C variantı. Daha sonra 20-ci sualda deyir ki, sual işarəsinin yerinə yazıla bilər. Aha, feili bağlamadır. Feili bağlamadır deyirsə, dığı diyini çıxıram, beyni çıxıram, qalır C-dir, E. Düzdür? Bizə deyir ki, düzəltmədir. Hamısı qazdırmaq, qazmaqdan qazdırmaq. Bəli, hamısı uyğundur. Deyir, məhcul növdədir. Fikir verirsinizsə, burada məhculun şəkilçisi yoxdur. Deyinərək də, baxın, deyilmək olsa söz deyildi, məhculda olar. Amma deyinmək, qarı deyinirdi. Deyinmək sözü qayıdışdadır. Ona görə D variantında çıxırıq. Cavabımız olur E variantı. 21. Zərf haqqında hansı fikir səhvdir deyir. Aha, antonim sözlərin birləşməsi ilə yaranan zərflər defislə yazılır. Bəli, əks mənalı, yaxın mənalı olanda defislə yazılır. Təsviflənməyən feilə aid olar. Bəli, istənilən feilə aid olur. Əlamətə aid ola bilər. Bəli, bu da ola bilər. Hətta zərfin özünə də aid ola bilər. Baxın, bunu əsasən feilə aid olur deyirik, amma zərfin özünə də məsələn indi gecdir deyirik, tutalım ki, indi sənsizdir və s. aid ola bilər feildən başqa digər nitq hissələrinə də. Mürəkkəb zərflər ayrı yazılmır. Yazılır. Niyə yazılmasın ki? Zərflər, mürəkkəb zərflər ayrı da yazılır, birləşik də yazılır, defislə də yazılır. Cavabımız olur D variantı. 22-də cümlədəki feili sifətlə bağlı yanlış fikri müəyyən edin. Qabağına baxmayanın ayağına daş dəyər. Baxmayan. Deməli, bax, baxma, baxmayanın. Düzdür? İndi deyir, məlum növdədir. Bəli, məlumdadır. Başqa bir şəkilçi yoxdur. Birləşmənin tərkibindədir. Baxmayan, qabağına baxmayanın ayağına. Aha, bəli, birləşmədədir. İnkar şəkilçisi mamə qəbul edib təyin vəzifəsindədir. Baxmayanın ayağına. Nəyə? Yəni burada təyin olmur axı, tərkibin içərisindədir. Cavabımız olur D variantı. 23-də tərz-i hərəkət zərflərini müəyyən edin deyir, müəyyənləşdirin. Tərz-i hərəkət zərfləri nədir? Belə deyək də, necə, nə tərzdə suallarına cavab verir, hərəkətin tərzini bildirir. Daim yox, hələlik yox, birlikdə necə? Bir də qəfildən necə, nə tərzdə, dəfələrlə də olmur. Deməli, 3, 4 bizim doğru cavabımız. 24-cü sualda deyir ki, klasteri tamamlayan bəndləri müəyyən edin. Aha, gəlin görə bizdən məlum növə aid istəyir. Aha, məlum növə.
Məlum növün bilirsiniz ki, şəkilçisi yoxdur. Baxın 2-ni götürə bilərəm. Burada laşdır çünki. Bir də ki 3-ü götürə bilərəm. Çünki burada da güləş sözüdür, şəkilçi yoxdur. Görüşmək sözündə üş var, baxışmaqda ış var, burada da ış var. Görürsüz? Məlum növün şəkilçisi deyil, qarşılıq birgəliyin şəkilçiləridir. Ona görə cavabımız nə olur? 24-də 2 və 3 olur. 25-də mürəkkəb zərf işlənmiş cümlələri müəyyən edin deyir. Ənisə qapıdan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. Burada varmı mürəkkəb zərf? Yox, burada içəri var, o da mürəkkəb deyil. Biri çıxdıq. Azəri yurdunun oğluyam, mən də az-az uydururam. Az-az 2. Müəssisəmizdə bu gün məzunlarla görüş keçirilirdi. Bu gün deməli olur da mürəkkəb zərf. Mən çox yaxşı bilirəm ki, qocalara ehtiram etmək lazımdır. Yoxdur. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu. İndi əgər öpə-öpəni götürürsünüzsə, xeyr o feili bağlamadır. A şəkilçisidir. Uşaq arabir səs eləyirdi. Bəli, burada da arabir var. 6, deməli 2, 3, 6 oldu. Doğru cavabımız. 26. Sonu A və Ə saiti ilə bitən feillərə hansı zaman şəkilçiləri qoşulduqda həmin saitlər qapalı tələffüz olunur? Aha. Deməli, burada indiki zamanı götürürsüz. Daha sonra qeyri-qəti gələcək zamanı, bir də ki 5-i götürürük. Niyə? Deməli, bu qaydanı əslində siz fonetika bölməsində keçmisiniz. Bu nəyi demək istəyir? Məsələn, oxumayıb sözü oxuma A ilə bitir. I artıranda oxumuyub deyirsiniz. Baxın, oxuma sözünə I artıranda siz bunu necə tələffüz eləyirsiniz? Oxumuyub. Görürsüz? Oxumuyub. Qapalıya keçdi. Bunu istəyir. Necə ki, yadınızda nənə sözünə A-ə artıranda nəniyə tələffüz eləyirsiniz. Bax, onu istəyir. O da indiki qeyri-qəti gələcək zaman, bir də ki, ıb şəkilçisi olan nəqli keçmiş zamanda olur. Yəni 1, 2, 5-ci bizim düzgün cavabımız olur. 27-də deyir, nümunədəki feil vacib şəklindədir. Bir də deyir, nümunədəki feil lazım şəklindədir. Vacib şəkli malum-əli, lazım şəkildə A səsidir, düzdür? Qara gün adamı tez qocaldar. Yoxdur. Bu ağac əkməlidir. İndi burada bəli, vacib şəkli götürə bilərik, həm də vergül qoyulub, yəni normaldır, düzdür. Yeni bir əsər yazasıdır. Bəli, A səsi, lazım şəkli, çalınası sazın deyiləsi sözün. Aha, burada artıq A səsi feil sifət şəkilçisidir. Baxın, hansı sözün, hansı sazın, həm də özündən sonra isim gəlib də, yəni sifətə aid xüsusiyyətdir. Bu yerlər əkilməli torpaqlardır. Baxın, burada da malum-əli var, amma yenə feil sifətdir. Hansı torpaqlardır, ona görə bunu da götürmürük. 1-ə B, 2-yə C olur. Daha sonra situasiya suallarına baxaq. Deməli, burada bizə bir balaca mətn verilib və o mətni oxuduqdan sonra gəlin suallara baxaq. 28-də deyir ki, fərqləndirilmiş sözlərə əsasən cədvəli tamamlayın. Deməli, fərqləndirilmiş söz bir bağlamışdı, bir də itirməkdir. Deməli, hörmətini itirmək məcazidir, özünə bağlamaq da məcazidir. Biz nə edirik deməli? Hər ikisinə məcaziyə qoyuruq, ox işarəsi və deyir ki, fərqli mənada işlətmək. Məsələn, həqiqi mənada itirmək, pulunu itirmək, bağlanmaq, məsələn, ipi bağlamaq və s. 29-da mətnin üslubu səciyyəvi xüsusiyyətlərini yazın deyir. Mətn, məsələn, təhkiyə, əgər nəsrlə verilibsə, şeir deyilsə, yazın təhkiyəyə əsaslanmışdır. Və yaxud da yazın ki, məcazi mənalı sözlər var, obrazlı ifadələr var. Yaza bilərsiniz, bəli. 30-da deyir ki, mətnin məzmununa uyğun ad yazın. Burada da ad bir özünüz mətni oxuyandan sonra bir ad qoya bilərsiniz hekayəyə. Məsələn, vələdin böyüklüyü və yaxud da Bahəddin vələdin gözü toxluğu bu şəkildə ad qoya bilərsiniz.